və o ki özü-özlüyündə bir müstəqil mənaya dəlalət eləyir. Həmçinin də o üç zamandan birinə yaxınlaşır. O üç zaman hansı idi? Mazi idi, müzari idi və hal zamanı idi. O da ibarətdir ağay feildən, zərəbə və dəhrəcə kimi. Birin deməli sülasidən misal vura, birində rübaidən. Və feil lüğətdə işə deyərlər. Feilin lüğəti mənası az nəzəri lüğət, feil deməli iş mənasındadır. Amma üləmanın istilahında feil bir kəlmədir ki, özü-özlüyündə müstəqil leksik bir mənaya dəlalət eləyir və həm də ki, üç zamandan birinə yaxınlaşır. Ona bu cəhətə görə feil deyiblər ki, onun mənasında iş mənası var. Yəni bu cəhətdən deməli ət-təsmiyyətü bilavəchin, yəni burada məsələ burasındadır ki, feilə ad qoyma bivəchdür, səbəbsizdir. Səbəb üzü ilə feilə feil deyiblər. Ya və yaxud isimə niyə görə isim deyiblər? O səbəb üzü iləndir. Feil üçün zərəbə və dəhrəcə. Burada da deyirik ki, niyə iki dənə misal vurdu Cənab Ağay Seyyid Mirşərif? Cavabında buyurur ki, ona görə iki dənə misal vurdu ki, ta bizə başa sala ki, mücərrəd feil ya sülasidir, ya rübaidir. Yəni quruluş baxımından, model cəhətindən ya üç hərflidir, mücərrəd feillər, ya da dörd hərflidir. Demək istəyib ki, yəni feili xumasi yoxumuzdur. Zərəbəni misal vurub feili sülasi mücərrədə, dəhrəcəni isə feili rübai mücərrədə aid misal vurub. Buna görə feilə aid də Cənab-ı Müsənnif iki dənə misal ünvanlayıb. Bu da bir işgal sərf-i miri idi və həm də cavab sərf-i miri. Hərf çün min və ila. Yenə də buna işgal varid eləyiblər ki, deyiblər ağa, bəs niyə görə hərfə də iki misal vurdun? Cavabında buyurublar ki, hər bir işin, hər şeyin ibtidası var, intihası var. Yəni hər bir işin həm başlanğıc nöqtəsi var, həm də bitmə nöqtəsi var, sonu var. Yeganə olan mütləq varlıq, vacibül vücud olan pərverdigar-ı aləmdir ki, nə ibtidası var, nə də intihası var. İbtidası olmayan bir şeyin, bir varlığın intihası da yoxdur. Bu aksiyondur. Yəni sübut üçün dəlil istəməz, isbat istəməz. Cənab Müsənnif də hərfə aid iki dənə misal vurmaqla istəyib bizə başa sala ki, hər o şeyin bir ibtidası olduğu kimi bir intihası da var. Ona görə də iki misal vurdu ki, biri ibtidaya aid, biri isə intihaya aid. Min bərai ibtida, ibtida-il qayə, biri də ki, ila ki, intiha-il qayədir. İnşallah nəhv elmində öyrənəcək, biləcək ki, min li ibtida-il qayətdir, ila li intiha-il qayə. Bu da bu işgalın cavabı oldu. و تصریف در لغت گردانیدن چیزی است از جای به جای و از حال به حاله. Məsələn, bir nəfər istəyir gedə məsələn ringdə Mike Tyson'dan savaşmaq. Gözün qan örtüb, deyir ki, mən Mike Tyson'dan ya və yaxud da ki, Jean-Claude Van Damme'dan çıxacağam savaşa. Mən sənə deyirəm ki, ağa, bu kişini o fikrindən daşındır, münsərif eləginən. Əgər Mike Tyson'la ringə çıxsa, elə bəri başdan əleyhissalam olacaq, iltiması dua olacaq. Yəni bu adam ölümünə qol çəkir, gedir. Yəni onunla çıxa bilməz. Onun qüdrəti tavanası yoxdur ki, elə bir qəvi heykəl pəhləvandan gələ ringdə üzzət döyüş nümayiş elətdirə. Münsərif elə onu yəni nə? Yəni başa sal, öz rəyin, öz fikrindən deməli dəyişsin, getməsin, fikrindən münsərif olsun. Burada sərf halın dəyişməsinə dəlalət elədi. Bir də var ki, deyirsən məsələn ki, Həsəncan, sən ki mədrəsəyə gedirsən, məsələn, al bu kitabı qoyarsan orada mədrəsədə bir yerə. Bu isə bir yerdən başqa yerə dəyişməkdir. Yəni ki, kitabı götürdüm evdən, verdim Həsənə, Həsən apardı qoydu onu, məsələn, mədrəsədə o şkafa. Bu isə bir yerdən başqa bir yerə dəyişməkdir kitabın misalında. Bu dediklərimiz misal deməli təsrifin lüğəvi mənasındadır ki, təsrif lüğətdə bir şeyi deməli dolandırmaqdır bir yerdən başqa yerə yaxud da bir haldan başqa hala. Deməli sərf lüğəvinin mənası bu idi ki, bunu dedik. Bunu da bir ginən ki, haşiyədə gəlib təsrif lüğət cəhətindən təğyir mənasındadır. Təğyir mənasındadır. Təğyir də həm üç qisim nəql eləyiblər, üç qisim deyiblər. Deməli təğyirin mənası cəhətindən. Əvvəl təğyiri zatidir.
Əvvəlinci təğyir zatı deyərlər ona. Və təğyir zatı da o deyən şeydir ki, bir şeyin zatı dəyişə, bir şeyin zatı təğyir tapa. Misal da bunu vurublar ki, deyir hərrəktül şəcərətə fəsarət rimadən kimi. Ağacı deyir yandırdım, o da yanmanı qəbul eləyərək dəyişib oldu kül. Bu cür dəyişmə zatı dəyişmədir. Təğyiri zatı deyərlər. İkinci təğyir sifatıdır ki, sifatı təğyir odur ki, bir şeyin sifəti dəyişər, zatı yox. Misal da bunu vurublar ki, səbbəxtül qirtasə fəsarət əhmərə. Yəni rənglədim mən vərəqi, kağızı, o da döndü oldu qırmızı. Ağ kağız idi, döndü oldu qırmızı. Yəni rənglənmək vasitəsilə o şeyin sifəti dəyişdi. İndi burada şeyin zatı təğyir tapdı, yoxsa sifəti? Əlbəttə sifəti təğyir tapdı. Üçüncü təğyir isə təğyiri halidir. Yəni şeyin halı dəyişir. Yəni nə sifəti dəyişmir, nə də ki zatı cəhətdən təğyir tapmır. Bir şeyin halı dəyişməsinə deyərlər təğyiri halı. Misal da vurublar sarəl xəmru xillən. Şərabın özü-özünə dönüb sirkə olması misalın gətirib vurublar ki, bu təğyir halıdır. İndi bu dəyişmə nə sifatı təğyirdir, nə də zatı təğyirdir. Bir müddət əvvəl o vaxta qədər ki bu sirkə olmamışdı, yəni bu xəmir, bu muskir ki sirkə olmamışdı, xəmr idi. İçən insanı cinatına mindirirdi, divanə eləyirdi. Amma indi isə dönüb olub sirkə. Sirkəni içən adam ki divanə olmaz. Bir müddət əvvəl buna fəqihlər haram deyirdilər. Şər müqəddəs İslam onun 11 nəcasətdən biri bilirdi. Amma indi ki təğyir tapdı, o xəmir döndü oldu sirkə, indi yox. İndi da ona haram, nə də nəcis demirlər. Deyirlər ki, mütəhhərdir, pakizədir, tahirdir. Və bilginən ki, bunu da bilginən ki, təğyir zatidə həm təğyir sifatı var, həm də təğyir halı var. Yəni əgər bir şeyin zatı təğyir tapsa, onun demək halı da, sifəti də mütləq dəyişəcək. Təğyir sifatının və təğyir halının xilafını olaraq. Yəni bir şeyin halı təğyir tapsa, ya sifəti təğyir tapsa, o şeyin zatı təğyir tapmaz. Yəni sifətin və halın təğyir tapması ilə zatı təğyir ələ gəlməz, mümkün olmaz. Amma təğyir sifatı təğyir halıya nisbət əmmidir. Ondan ötürü əmmidir ki, yəni bir şeyin əgər sifəti dəyişsə, ola bilər ki, həm o şeyin halı da dəyişsin. Həm də eləyə bilər, heç halı dəyişməz qalsın, dəyişməsin. Bu əmmidir, ümumi mahiyyət daşıyır. Amma təğyir halı bu iki təğyirin hər ikisindən əxəssidir, xüsusi əhəmiyyətə malikdir. Ona görə ki, ola bilər ki, bir şeyin, məsələn, halı təğyir tapsın, amma o şeyin zatı və sifəti təğyir tapmasın. Bura qədər təsrifin lüğətdə olan təğyir mənasının elementləri idi ki, onları dedik və tanıdıq. Və در istilah üləma ibarət است az گردانیدن یک لفظ مثل ضرب kimi, məstəri götür bir dənə zərb kimi, besuyi siğəhay müxtəlifə. Əmsilənin əvvəlindən ta indiyə qədər neçə dəfə oxumuşuq ki, bir dənə mətləbi. Bir ləfzin ki, mənasını istəyirlər üləma deyələr, daha doğrusu Cənab Müsənnif Ağa Seyid Mir Şərif ki, istəyir tələbələrə bir dənə ləfzin mənasını onlara bəyan eləyək ki, onlara aydın ola bu ləfzin mənası nədir? Əvvəlcə onun deməli istilahi mənasından qabaq o ləfzin lüğəti mənasını gətirir. O ləfzin lüğəti mənası başa düşüləndən sonra bəli gəlir o ləfzin o terminoloji cəhətdən, istilahi cəhətdən mənasını açıqlayır. Məsələn, mazidən söhbət gedəndə deyirdi ki, mazi lüğətdə keçmişə deyərlər. Amma istilahda, terminologiyada əl-mazi ma-məza. Niyə belədir? Üləmanın ki, işi hikmətsizdir. Bunun səbəbi var. Səbəbi budur ki, istəyiblər bizə başa salalar ki, çünki axı biz mübtədiyik, hələ əlif-b oxuyuruq, hələ təzə-təzəyik. Bizim hələ o boyumuz üçündür, gedək məsələn, Quran əlfazlarında məsələn, manevr eləyək, tərkib eləyək, ondan sonra qarışdırarıq aləm bir-birinə, düz yolumuzu gedən deyirik, bu bildiyimizi də itirərik. Hələ ki biz mübtədiyik, yavaş-yavaş istəyiblər bizə başa salalar ki, biz istilahda bir məna müəyyən elədik ki, bu məna lüğəti məna ilə bimünasibətdir, münasibəti var. Bu istilahi mənanın lüğəti məna ilə münasibəti var. Bunu ilə bizə bu məsələni başa salmaq istəyiblər. Məsələn, biz bu elmə deyirik sərf elmi. Görəsən nəyə görə buna elmi sərf deyirik? Bunu bilməkdən ötürü əvvəlcə sərfin lüğəsi mənasını deyir. Deməli, əz cəhəti lüğət, sərf nə mənaya gəlib onu deyir.
Bəli, deyir, sərf sözü lüğətdə bir şeyi haldan hala, yaxud da məsələn bir yerdən başqa yerə dolandırmağa deyir. Amma istilahi mənada zərbdən zərəbə düzəldirik, təzədən zərəbədən zəraba düzəldirik, yenə zərəbədən deməli zərəbu düzəldirik, cəm müzəkkər siğəsi, ondan sonra təsniyə müzəkkər siğəsi. Yenə məsələn zərəbədən yəzribu düzəldirik. Yəzribunun əsli nə idi? Zərəbə idi də. Demək, üləmanın istilahında sərfin mənası budur. Bir ləfzi dolandırmaqdan ibarətdir. Deməli, müxtəlif siğələrin tərəfinə. Siğə, yəni mənası budur ki, yəni siğə deyəndə bu başa düşülür. Yəni şəkil, heyət, skelet, o bina, model, onun o konfigurasiyası, onun o zahiri görünüşü nəzərdə tutulur. Yəzribudan məsələn zaribun düzəldirik və s. Sərf ləfzinin deməli istilahda gələn mənası eynən lüğətdə gələn mənası kimidir, ayrı bir şey deyil. Lüğətdəki mənası bir yerdən digər yerə, istilahi mənası isə məsələn bir haldan bir şəkildən başqa şəkilə düşməkdir. Müfrədi məsələn təsniyə eləyirik, yenə müfrədi cəm eləyirik, müzəkkəri müənnəs, fe'l müzareni, ismi fail düzəldirik və s. və ilaxır. Eynən sərfin lüğəti mənası kimi haldan hala dəyişir. Həmin zərb məsdəri məsələn zərəbə olur, həmin zərb olur məsələn zərəba, deməli zərbdən zərəbə düzəltdik, təzədən zərəbədən zərəba düzəltdik, təsniyə siğəsi. Bunlar belə olur, müntəha bil vasitə, zərəbu olur, zərəbət olur. Bunlar həmin zərb məsdəridir ki, zərəbə, zərəba, zərəbu olub. Elə həmin o zərbdir ki, olub zərəba. Niyə görə? Çünki o zaman ki, deməli, zərb, zərəbə oldu, təzədən zərəbə, zərəba oldu, həmin zərb məsdəri onun daxilindədir. Məsdər tamam 14 dənə fe'l mazi siğələrinin hər birində o suyun o evlərə çəkilmiş o su borularında olduğu kimi var. Həmçinin müzarinin 14 siğələrinin hamısında məsdər yatıb. Məsdər onun qarnında yatıb. Məsələn, yəzribunun qarnında zərb yatıb, yəzribaninin qarnında yatıb, məsələn, yəzribunənin, ondan sonra təzribünün, təzribaninin, yəzribinin hamısının ta əzribun, nəzribu hamısının qarnında deməli o əzzərb məsdəri yatıb. Bəs bu zərb ki məsdərdir, bir ləfzidir, hesab elə bir hamısının içindədir. 14 siğə mazi, 14 siğə müzari, 14 siğə nəhicə ta ila axir həl əzribu, həl nəzribuya qədər hamısının deməli qarnında yatıb bu. Ta hasil şəvəd əz on məniyə mütəfavitə.